Salam əziz tələbələr, mən Babək Yaqubov. Bugün sizə şifrələmə mövzusuna aid bir sualı izah edəcəm. Deməli, bu sualda mənə verilən 5 dənə sözün ayla, fira, vera, ella və lola sözlərinin kodlarını tapmalıyam, şifrələrini tapmalıyam. Şifrələmədə əsas qayda budur. Eyni hərflərə eyni rəqəmlər düşməlidir. Məsələn, A 1-dirsə, bütün A-lar 1 olmalıdır. L 5-dirsə, bütün L-lar 5 olmalıdır. Eyni hərflərə eyni rəqəm düşməlidir. Fərqli hərflərə fərqli rəqəm düşməlidir. Yəni, A ilə L fərqli hərf olduğu üçün A 2-dirsə, L 2 ola bilməz. Başqa rəqəm olmalıdır. Yəni, eyni hərfləri eyni, fərqli hərfləri fərqli rəqəm götürməliyik. Sual necə həll edəcəyik bəs? Deməli, ayla sözündə birinci və sonuncu hərf eynidir. A ilə başlayır, A ilə qurtarır. Mən də sizə dedim, axı, 2 dənə A varsa, bunun ikisinin də kodu eyni hərf rəqəm olmalıdır axı. Yəni, A-ların şifrəsi eyni rəqəm olmalıdır axı. Yəni, aylanın birinci və sonuncu rəqəmi eyni olmalıdır. Çünki eyni hərflə başlayır, eyni hərflə qurtarır. Fikir verir, 1 ilə başlayır, 1 ilə qurtarır. A ilə başlayır, A ilə qurtarır. Deməli, ayla burada 1531. Bax, belə tapa bilərdik. Məsələn, ayla bu ola bilməz. Çünki bu 2 ilə başlayıb 1 ilə qurtarır. Fərqlidir başlanğıcdan son. Amma burada eynidir. Ona görə aylanın asanlıqla tapa bilərsiniz. Uşaqlar, sözlərdən birini bu cür tapandan sonra artıq digər sözləri də bu cür tapa bilərsiniz. Ya da, belə deyim, artıq sən A-nın 1, L-nın 3, Y-nın 5 olduğunu bildiyi üçün yerinə yazıb da düşünə bilərsən. Məsələn, mən bir sözlə tapmaq istəyirəm. Ella sözü. Fikir verin, ella sözündə ortada 2 dənə hərf eynidir. Yəni, ellanın şifrəsi elə bir ədəd olmalıdır ki, ortada 2 dənə L var. 2 dənə eyni rəqəm olmalıdır. Məsələn, ella bu ola bilməz. 7, 8 eyni deyil. L-lı ola bilməz. Ellanın şifrəsi elə olmalıdır ki, ortada 2 dənə eyni rəqəm olsun. Bu deyil. 3, 3. Ella deməli budur. Ella deməli budur. Ellanı da tapdım. Ondan sonra mən necə davam edə bilərəm sualda? Məsələn, mən artıq görürəm ki, bir A-dır. Bir A-dır. Onda bütün birlərə A yazacağım. Uşaqlar, indidən deyim, burada da eləyim. Burada bir sual var, biz axırda onu tapmalıyıq. Orada da eləyim. A-lara yəni 1 yazın. Birinin A olduğunu bilmirik. Sonra, mən bilirəm ki, 5 Y-dır. Düzdürmü? 5 Y-dır, burada sözlərdə 5 yoxdur artıq. Amma burada Y var. Y 5 yerinə yazın. Sonra, mən bilirəm ki, L 3-dür. L 3-dürsə, burada da 3-lər var. 3-ləri L götürün. Burada da L var. L-nı 3 götürün. Burada da L var. L-nı 3 götürün. Yəni, tapdığınız hərfləri, rəqəmləri yazın da, digərlərdə də yazın. Onda sən bilirsən ki, ellanı tapmışdın, aylanı tapmışdın. L ilə başlayan, la ilə qurtaran adam adansıdır burada. L ilə başlayıb, la ilə qurtaran loladır da. O şey bilirsən ki, bu lola sözüdür. Yəni, artıq sən 4-ün O olduğunu bilirsən. 4 O'dursa, bu deyil, O'nun üstünə 4 yazın. Belə. Məsələn, sən həm də 7-nin E olduğunu bilirsən buradan. 7-yə E yaz. Onda belə bir sual yaranır. İkinci hərfi E, axırıncı hərfi A olan söz hansıdır? Bu deyil, Vera'dır. Bilirsən ki, artıq bu Vera'dır. Vera'dır. Vera'nı tapanda avtomatik sən V-nın 2 olduğunu bilirsən. V-nın üstünə 2 yaz. Sən E-nin 7 olduğunu bilirsən. E-nin üstünə 7 yaz. Belə. Və uşaqlar, bütün sözləri tapmışıq. Orada artıq bircə dənə söz qalıbdır. O da məcburən firadır. Yəni, bu da məcburən firadır. Da başqa söz qalmayır. Biz yəni ilk öncə bu 5 dənə sözün şifrəsini tapmalıyıq. Sonra tapdığımız hərflərin rəqəmlərini burada da qeyd eləməliydik. A neçədir, Y neçədir, L neçədir qeyd eləməliydik. Və belə bir sual yarandı bizdə. Ayla üstə gəlir sual bərabərdir lav. Ayla 1531-dir, lav 3427-dir. Yəni mən düşünməliyəm, 1531-in üstünə hansı ədədi gələndə 3427 deyir? Təbii ki, mən onu tapmaq üçün 3427-dən çıxmalıyam 1531-i. Yəni düşünürəm ki, 1531-in üstə nə gələndə 3427 edir? 7-dən 1 çıxanda 6 qalır.
2-dən 3 çıxanda bir dənə götürürsən, 12-dən 3 çıxanda 9 qalır. 13-dən 5 çıxanda 8 qalır. Burada da 1 qalır. Yəni 3427-dən 1531 çıxanda 1896 qalır. Yəni mən burada təyin eləmiş olam ki, sual 1896-dır. Fikir verin, cavabda 1896 yoxdur. Cavab rəqəmlərlə verilməyibdir. Deməli, mən aldığım ədədi də hərflərə çevirib adı tapmalıyam. Yəni, məsəl üçün deyirəm, 1 nədir? Bu deyil, 1A-dır. 1-ə A deməliyəm. 8 nədir? Bu deyil, 8 R-dır. 8-ə R deməliyəm. Məsələn, 9 nədir? Fikir verin. 9 İ'dir. 9-a İ deməliyəm. Və axırda da 6-dır. 6 nədir bəs? Bu deyil, 6 da F-dır. 6-ya da F deməliyəm. Yəni, mən 1-in, 8-in, 9-un, 6-nın hərflərini yazmalıyam. Onda ortaya çıxır ki, sualın cavabı Arifdir. O da Arif Y variantında durubdur. Cavab olur Y variantı. Diqqətiniz üçün təşəkkürlər.